Salam, hər vaxtınız xeyir olsun. Bu günləri Yunanıstan, Makedoniya və Roma dövlətinin izahını verəcəm, mövzu izahını verəcəm. Deməli, baxaq birinci Yunanıstana. Qeydlər üzərindən yenə baxırıq təbii ki. Deməli, Yunanıstan yerləşir harda? Balkan yarımadasının cənubunda. Baxın, Yunanıstan Balkan yarımadasının cənubunda yerləşir. Roma isə Apenin yarımadasında yerləşir. Balkan yarımadası gölündə deməli Yunanıstan yadımıza düşür. Apenin yarımadası gölündə Roma. İndi Romada da ətraflı qeyd eləyəcəm onları. Sonra baxaq. Avropada ilk dövlət Yunanıstanda yaranıb. Yunanıstanın ən böyük adası olan Kritdə yaranıb. Baxın, həmişə xəritədə Kriti verəndə Kriti Aralıq dənizi, ümumiyyətlə dənizin ortasında axtarın. Yəni ada deyiriksə, ada harda olur? Dənizin ortasında bir olur da ada. Və Yunanıstanın aşağısında Aralıq dənizi var və Aralıq dənizinin ortasında axtarın. Yunanıstana yaxın bir hissədə Krit adası var orada. Yəni Avropada ilk dövlət harda yaranıb deyilsə, xəritədə o hissədə axtarırsınız. Kritdə yaranıb. Krit deməli mədəniyyəti Krit dövlətinə vaxt yaranıb eramızdan əvvəl 3-cü minilliyin birinci yarısına. Baxın, belə öyrənirik. Krit yaranıb eramızdan əvvəl 3-cü minilliyin birinci yarısında, süqut eləyib 2-ci minilliyin ortalarında. 2-ci minilliyin ortalarında da yaranır Mikena mədəniyyəti. Yəni Kritin süqutu ilə Mikenanın yaranması eyni ildədir. Mikena mədəniyyəti yaranır və daha sonra Mikena mədəniyyəti süqut edilir 2-ci minilliyin sonlarında. Daha sonra nələrə diqqət edirik? Gəmiçilik, tunç silah, qızıl bəzək əşyaları, saray, freska, öz yazıları olması, ticarət əlaqələri sözünü gördüyümü bilməliyik ki, bu Krit mədəniyyətinə aiddir. Həmçinin öz yazılarının olması Mikena mədəniyyətində də var. Əlavə olaraq Mikena mədəniyyətindən nələri görürük? Akropol, Sərdabə, Qızıl Maska, Təpəgöz qurğuları, bunları da görsək bilməliyik ki, Mikena mədəniyyətinə aiddir. Və Mikena mədəniyyətinin qurucuları Axey tayfalarıdır, Axey Yunan tayfaları və Cənubi Yunanıstanda yaranır Mikena mədəniyyəti. Və bir də nəyə diqqət edirik? Krit mədəniyyətinə son qoyulması eramızdan əvvəl 2-ci minilliyin ortalarında vulkan püskürməsi nəticəsində olur. Mikena mədəniyyətinə son qoyulması isə Dori tayfalarının hücumu nəticəsində olur. Eramızdan əvvəl 12-ci əsrdə, yəni 2-ci minilliyin sonlarında. Daha sonra baxaq. Şəhər dövlətləri nə vaxt yarandı? Eramızdan əvvəl 8-ci əsrdə yaranır Yunanıstanda şəhər dövlətləri. Sparta şəhər dövləti, Afina şəhər dövləti, hər ikisi də eramızdan əvvəl 8-ci əsrdə yaranıb. Baxın, sırf Sparta şəhərinin yaranması eramızdan əvvəl 2-ci minilliyə aiddir. Yəni bu Mikena mədəniyyəti süqut elətdirən Dorilər var idi. Onlar gəlirlər Mikena mədəniyyətinə son qoyurlar. Burada əsasını qoyurlar Sparta şəhərinin. Yəni eramızdan əvvəl 12-ci əsrdə, 2-ci minilliyin sonlarında Sparta şəhərinin əsası qoyulur. Amma şəhər dövləti deyilsə 8-ci əsr götürəcəyik. Hər ikisindən də Afinaya da, Spartada da. Afina yerləşir Orta Yunanıstanda, Sparta yerləşir Cənubi Yunanıstanda. Hər ikisində nələr var idi? Ağsaqqallar şurası, xalq yığıncağı, hökmdar, oliqarxiya. Bu sözləri görsək bilməliyik ki, hər ikisində də olub bunlar. Əlavə olaraq baxaq. Afina şəhər dövlətinin sırf özünə məxsus xüsusiyyətləri nələrdir? Əhalisinin azad əhalisi demos adlanması, zadəganların aristokratlar adlanması, daha sonra onlar arasında mübarizənin olması, bu mübarizə nəticəsində son islahatların həyata keçirilməsi, aristokratların xeyrinə drakon qanunlarının qəbul olunması, strateqliyi, tiranlıq, Periklın strateqliyi dövrü, daha sonra Marafon, Salamin, Plateya döyüşləri və dəniz sahibləri adlanması sırf Afinaya məxsusdur. İndi baxaq onların hər birisinə ayrı-ayrılıqda. Daha sonra Afinada gümüş pul kəsilir eramızdan əvvəl 7-ci əsrdə. Baxın, eramızdan əvvəl 7-ci əsri ümumiləşdirmişəm. Burada Afinada gümüş pul kəsilməsi, oliqarxiya sistemi, daha sonra ağsaqqallar şurasının bütün məsələləri həll eləməsi, drakon qanunlarının qəbul olunması. Bu 4 məsələ eramızdan əvvəl 7-ci əsrə aiddir. Və burada niyə deyirik ağsaqqallar şurası bütün məsələləri həll eləyirdi? Çünki biz görəcəyik 6-cı əsrdə xalq yığıncağını görəcəyik və artıq xalq yığıncağı ilə ağsaqqallar şurası aralarında səlahiyyətləri bölüşdürəcəklər. Bundan əvvəl 7-ci əsrdə xalq yığıncağı yox idi. Ona görə deyirik ki, ağsaqqallar şurası bütün məsələləri həll eləyirdi. Yəni bu səbəbdən bu qeyd olunur 7-ci əsr tarixi üçün. Daha sonra baxırıq Solon islahatlarına. Solon islahatları 594-cü ildə baş verir. Bu, hökmdar Solonun həyata keçirdiyi islahat idi və aranı yəni yumşaltmaq üçün, düzəltmək üçün həyata keçirdi. Nəticədə Solon islahatlarının nəticəsində nələr, hansı qərarlar qəbul olundu? Borclar ləğv olundu, borca görə qul edilmə qadağan olundu. Yəni borcla bağlı yaxşı şeylər, müsbət şeylər oldu. Daha sonra baxaq, digər əsas fakt nə idi? Taxıl və digər zəruri ərzaq məhsulları qadağan olunmuşdu. Baxın, diqqətli oluruq nə idi? Taxıl və qadağa sözlərini görsək, bilirik ki, bu Solon islahatının nəticəsidir. Amma taxıl yardımı sözünü görsək, bunu bilməliyik ki, Periklın strateqliyi dövrünə aiddir. Bu məsələdə diqqət edin. Yəni taxıl hər ikisində var, amma sırf taxıl qadağa olunması Solon islahatının nəticəsində, taxıl yardımı isə Perikl islahatındadır. Attikanın yerli sakini olan bütün kişilər vətəndaşlıq hüququ aldı və vətəndaşlar əmlakından asılı olmayaraq
əmlakından asılı olmayaraq xalq yığıncağında iştirak edə bilərlər. Bəzən testlərdə verilir ki, Arktikanın bütün yerli əhalisi əmlakından asılı olmayaraq xalq yığıncağında iştirak edə bilər. Diqqətli olun, bütün yerli əhali ilə bütün vətəndaşlar fərqlidir. Baxın, burada deyir ki, yerli sakin olan bütün kişilər vətəndaşlar hüquq aldılar və o vətəndaşlar xalq yığıncağında iştirak edə bilərlər. Diqqətli oluruq nədə? Yalnız həmin vətəndaşlar iştirak edə bilərsə, deməli kişilər ancaq xalq yığıncağında iştirak edə bilər. Buradan bu qənaətə gəlmiş oluruq ki, ancaq kişilər iştirak edə bilər. Ona görə də bütün yerli əhalinin xalq yığıncağında iştirak eləməsi faktı düzgün deyil. Kişi əhalinin, bütün vətəndaşların sözü doğrudur. Çünki vətəndaşlar zaten kişilərə, vətəndaşlıq hüququ kişilərə verilirdi. Ona görə testlərdə bu məqamda da diqqətli oluruq. Sonra islahatın məhdud cəhəti nə idi? Başda deyilmişdi ki, borclar ləğv olunsun, vəzifə verilsin, torpaq verilsin. Amma borclar ləğv olundu, sadəcə vəzifə ilə torpaq isə verilmir və bu da onu göstərir ki, son islahatları, ziddiyyətləri tam həll eləməmiş olur. Daha sonra bundan sonra tiranlıq yaranır. Son islahatların nəticəsində tiranlıq yaranır 6-cı əsrin əvvəllərində və tiranlığa son qoyulur 6-cı əsrin sonlarında. 6-cı əsrin sonlarında da xalq yığıncağı ali hakimiyyət orqanı olur, yəni xalq yığıncağı yaranır. Strateqilər seçilməyə başlayır. Baxın, strateqilər seçilməyə başlayır sırf 6-cı əsrin sonlarından. Amma Periklin strateqliyi dövrü isə 5-ci əsrə düşür. Diqqətli olun, Perikl ilk strateq deyil. Nə də strateqli deyəndə sırf Periklin dövrünü götürmürsünüz. Ümumiyyətlə strateqlərin seçilməyə başlaması 6-cı əsrin sonlarındandır. Periklin strateqliyi dövrü eramızdan 443, eramızdan 428-ci illəri əhatə edir və Afina quldarlıq demokratiyasının çiçəklənməsi dövrü adlanır. Periklin islahatlarında biz nələri görürük? Deməli, Afinalı ümumiyyətlə nə yaxşı şeylər varsa, bütün yaxşı şeyləri Periklin dövründə görürük. Kiməsə yardım eləməsi, taxıl yardımı, yəni yardım sözü Perikldadır. Müharibədə həlak olanların ailələrinə yardım, vəzifəyə görə əmək haqqı, Afinalıların idarə etmə iştirakı, dövlət vəzifələr tutmaq hamısı Perikldadır. Hansı ki, Solonun həyata keçirə bilmədiyi məsələlər ki var idi. Yəni vəzifəyə iştirakı imkan verməkdə. Bax o biz görürük ki, Periklin dövründə olur və hətta vəzifəyə görə əmək haqqı da olur. Baxın, diqqətli olun. Ümumilikdə Yunanistan tarixinə aiddir də. Yəni Periklda Yunanistanda olub da, Afina tarixinə aiddir. Yunanistan tarixinə aiddir və buna görə biz deyirik ki, Yunanistanda vəzifəyə görə əmək haqqı verilib. Amma biz Romada vəzifəyə görə əmək haqqını görməyəcəyik və bu da Yunanistanı Romadan fərqləndirən bir cəhətdir. Hər ikisində vəzifə tutmaq hüququ verilir. Amma vəzifəyə görə əmək haqqı sadəcə Yunanistandadır. Romada əmək haqqı sözünü işlətmirik. Daha sonra Periklin dövründə xalq yığıncağında 20 yaşına çatan vətəndaşlar deməli iştirak edə bilərdilər, qanunlar qəbul olunurdu, müharibə və sülh məsələləri həll olunurdu, strateqilər seçilirdi xalq yığıncağında. Gəldik Sparta şəhərinə. Bayaq da qeyd etdiyim kimi Sparta şəhəri salınır 2-ci minilliyin sonlarında. Sparta şəhər dövləti yaranır 8-ci əsrdə, yəni 1-ci minillikdə. Sparta şəhər dövlətindən nələr görürük? Sparta şəhər dövləti sözü gələndə ağlınıza qılınc gəlsin, savaşmaq gəlsin, döyüş gəlsin, müharibə gəlsin. Yəni Sparta hərbi dövlət oldu ümumilikdə. Və burada qulları Hilot adlandırırdılar. Müharibədə gedirdilər, döyüşürdülər, qullar ələ keçirdilər və o qulları da Hilot adlandırırdılar və onlar bütün Cənubi Yunanistanı tabe eləmişdilər. Onun əhalisini qula çevirmişdilər. İdarə üsulu oliqarxiya adlanırdı. Oliqarxiyanı biz Afinada da görürük. Ordunun düzülüşü falanqa adlanırdı. Qadağan idi nə? Qadağan idi hərdən başqa işlərlə məşğul olmaq, fəlsəfədə, ədəbiyyatda, incəsənətdə bunları öyrənmək, xaricə səfər eləmək. Bunlar niyə qadağan idi? Ümumiyyətlə yadınızda saxlayın ki, hərbi dövlətsə, ancaq hərbi mərkəzdə saxlamaq istəyirsə, bu milli oyanışı istəməyəcək. Yəni incəsənət öyrənmək, ədəbiyyat, fəlsəfə öyrənmək də nə idi? Yəni insanlar bunu oxusaydılar, hərdən yayına bilərdilər. Yəni milli oyanış baş verə bilərdi, öz haqlarını, hüquqlarını tələb edə bilərdilər. Həmçinin xaricə keçsəydilər, orada yeniliklər görsəydilər, gəlib o yeniliklərin öz ölkələrində tətbiq eləmək istəyəcəkdilər. Ona görə hərbi dövlət olduğu üçün Spartada bunları qadağan eləmişdi. Yəni belə şeylərin qadağasını gördükdə bilin ki, bu sırf Spartaya aiddir. Hökmdar orduya rəhbərlik edirdi, Ağsaqqallar Şurası qərarları hazırlayırdı və həmin qərarlarda xalq yığıncağına verirdi ki, səs verməklə qəbul eləsinlər və Sparta şəhər dövləti koloniya yaratmamışdı. Ümumilikdə Yunanistanın bilir ki, koloniyalar olub 8-6-cı əsrlərə aiddir. Lakin deməli biz Sparta şəhər dövlətində koloniya görmürük. Ondan başqa digər şəhər dövlətlər koloniya yaratıb. Niyə görə deyirik koloniya yaratmayıb? Çünki yəni xaricə səfər eləmirsə, əgər qoymurlarsa xaricə getməyə heç kəsi, demək ki, bunlar da koloniyada yaratmayıblar. Yəni bunu bu məntiqlə də yadımızda saxlaya bilərik. Daha sonra baxaq digərinə. Davam eləyək. Deməli, Yunan koloniyaları dedik ki, 8-6-cı əsrlərdə meydana gəlmişdi. Qafqazın İspaniyaya qədər olan dəniz sahilli ərazilərində yaranmışdı. İndi baxırıq Yunan-İran müharibələrinə. Yunan-İran müharibələri bütövlükdə 5-ci əsri əhatə edir. Hansı döyüşləri görürük biz burada? Marafon, Fermopil, Salamin, Plateya döyüşlərini görürük. Unutmayın ki, bu döyüşlərdən biri Fermopil Sparta şəhər dövləti ilə baş verib. Amma ümumilikdə yəni Yunanistan tarixinə aiddir. Yəni Sparta da Afina da Yunanistandandır. Ona görə ümumilikdə Yunanistan tarixinə aiddir. Marafon döyüşü baş verir eramızdan 490-cı ildə. Burada
qalib gəlir. Deməli təbii ki Yunanistan və burada Əhəməni tərəfdən, İran tərəfdən 1-ci Dara, Afina tərəfindən isə Miltidad başçılıq eləyirdi. Əhəmənilər məğlub olur, Yunanlılar qalib gəlir. Yunanlıların məğlub olduğu bircə dənə döyüş var, o da Fermopil döyüşüdür ki, həmin döyüşdə də Sparta idi, yəni Yunanistan tərəfindən. Ona görə yəni Sparta məğlub olur. Fermopil döyüşü 480-ci ildə dediyimiz kimi Sparta tərəfdən Leonid idi, Əhəməni tərəfdən Kserks başçılıq eləyirdi və burada Əhəməni qalib gəlir, Yunanistan məğlub olur. Salamin dəniz döyüşü idi, eramızdan əvvəl 480-ci ildə baş verir. Bu da burada deməli Afina qalib gəlir, yəni Yunanistan qalib gəlir, Əhəməni məğlub olur. Sadəcə biz iki döyüşdə iki hökmdarın adını görürük. Burada 1-ci Dara, Miltidad, digərində isə Kserkslə Leonidin adlarını görürük. Digər ikisində hökmdar adı çəkmirik, sadəcə döyüşdə Yunanistanın qalib gəldiyini görürük. Plateya döyüşü eramızdan əvvəl 479-cu ildə baş verir. Burada da Yunanistan qalib gəlir. Nəticədə nə olur? Nəticədə döyüşlər hələ 30 il davam eləyir. Afina dəniz ittifaqı yaranır müharibənin gedişində. 449-cu ildə sülh bağlanır. Həmin sülhdə Əhəmənilər Yunan şəhərlərinin müstəqilliyini tanıyırlar. Əhəməni hərbi donanmasına Ege dənizində üzmək qadağan olunur və Yunanistan Aralıq dənizində güclü dövlət olur. Nə vaxt eramızdan əvvəl 5-ci əsr. Baxın, Aralıq dənizində güclü dövlətə, ən güclü dövlətə çevrilmək həm Yunanistan, həm də Roma tarixi üçün oxşar cəhətdir. Sadəcə əsrləri fərqlidir. Yunanistan Aralıq dənizində güclü dövlət olur eramızdan əvvəl 5-ci əsrdə, Roma isə Aralıq dənizində güclü dövlət olur eramızdan əvvəl 2-ci əsrdə Yunanistanı işğal elədikdən sonra. İndi baxaq Afina-Sparta müharibəsinə. Bu ümumilikdə Yunanistanın öz daxilinə aid bir məsələdir. Vətəndaş müharibəsi adı da verə bilərik buna. Eramızdan əvvəl 431-404-cü illərdə baş verir. Məsələ ağalıq uğrunda idi. Nəticədə nə olur? Sparta qalib gəlir, Afina məğlub olur və Afina dəniz ittifaqı da ləğv olunur. Deməli, Afina dəniz ittifaqının ləğv olunması tarixini biz 404-cü ilə götürəcəyik. Elə yaranması da süqutu da 5-ci əsrə aiddir. Baxaq mədəniyyətinə. Mədəniyyətdə abituriyentlərə lazım olan əsas hadisələr nələrdir? Qulların adlandırılması, insan ayaqları adlandırılır. Spartada da Hirot adlandırırlar. Dinləri çox tanrılıq olub. Eramızdan əvvəl 5-ci əsrdə teatr yaranıb, əlifbası Yunan əlifbası olub, Yunan elminin ilk mərkəzi olub Milet, sonra olub İoniya, 5-ci əsrdə də Afina olub. Mərkəzlərini yadımıza saxlayırıq. Bir də Yunan mütəfəkkirləri var. Demokrit, Herodot, Hipokrat, Aristotel. Bunların onsuz da biz tanımalıyıq. Demokrit xırda zərrəcik atomları qeyd edib. Herodot tarixin atası adlanır. Hipokrat tibb elmi, həkim, yəni sahəsi bundan bağlıdır. Aristotel də elmləri ayrı-ayrı sahələr üzrə bölüb. Daha sonra ilk Olimpiya oyunları nə vaxtdan keçirilir? Eramızdan əvvəl 776-cı ildən keçirilir. 4 ildən bir keçirilirdi. 776-cı il həmçində biz təqvimi il hesabını yadımızda saxlayırıq ki, ilk Olimpiya oyunlarının keçirilməsindən hesablanır 776-dan. Baxın, Romada 753-dən Romanın yaranmasından burada ilk Olimpiya oyunlarının keçirilməsindən hesablanır. Ümumilikdə hər ikisində də 8-ci əsrdən, 8-ci əsrin birinci yarısından hesablanır. Belə götürə bilərik oxşar cəhət kimi. Daha sonra Olimp şəhərində Zevsin heykəli var idi. Afina şəhərində də Afina heykəli var idi ki, Parfenon məbədində yerləşirdi. Bu da heykəltaraş Fidi tərəfindən salınmışdı. Bunlar çox da istifadə olunmur, amma yenə də hər ehtimal öyrənməyə dəyər. Yəni əsas faktlar onsuz da qeyd eləmişəm burada. Baxaq daha sonra Makedoniya padşahlığına. Makedoniya padşahlığı yerləşir Yunanistanın şimalında. Yəni Yunanistanın üst hissəsində yerləşir. Xəritədə də balaca bir hissədə görürük biz onu. Paytaxtları Pella olub, sonra Babil olub. Hökmdarları 2-ci Filiplə Makedoniya İskəndəri tanıyırıq. 2-ci Filipə aid nələr öyrənilir? 4-cü əsrin 2-ci yarısında hakimiyyət olub, güclü nizami ordu yaradıb və Xeroneya döyüşü 2-ci Filipin dövrünə aid olan bir döyüşdə eramızdan əvvəl 338-ci ildə baş verir. Makedoniya ilə Yunanistan arasında olub və burada deməli Makedoniya qalib gəlib Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması məhz 338-ci ilə Xeroneya döyüşü ilə götürürük. Burada Spartadan başqa bütün Yunan şəhər dövlətlərinin azadlığına son qoyulmuşdu və bu döyüşdə İskəndər sərkərdəlik məharətini göstərmişdi. Deməli, İskəndərin sərkərdəlik məharətini göstərdiyi döyüş hansı döyüşdür? Xeroneya döyüşüdür. İskəndərin sonra hakimiyyətə gəlir. Atası öldükdən sonra eramızdan 336-cı ildən eramızdan 323-cü ilə qədər hakimiyyətdə olub. 334-cü ildə şərqə yürüş eləyir. Bu zaman Qranik İs döyüşləri baş verir Əhəməni hökmdarı 3-cü Dara ilə və bu döyüşlərdə Əhəmənilər məğlub olur. Sonra Suriyaya yürüş eləyir. Suriyanın Fələstini tabe eləyir. Misri də döyüşsüz tutur. Nə vaxt tutur? Eramızdan əvvəl 332-ci ildə biz bunu Misirdə görürük, Misir mövzusunda görürük və Misir 332-ci ildən 323-ə qədər qalır İskəndərin tərkibində. Sonra Qavqamela qayıdır təzədən Əhəmənilərlə Qavqamela döyüşü baş verir eramızdan 331-ci ildə və bu Qavqamela döyüşündə Əhəmənilər yəni 3-cü Dara məğlub olur, Makedoniya qalib gəlir. Sonra 3-cü Dara qaçır və öz elə sərkərdəsi tərəfindən öldürülür 330-cu ildə və bununla da Əhəmənilər dövlətinin varlığına son qoyulur. Daha sonra 327-ci ildə İskəndər Hindistana yürüş eləyir, Hind çayına qədər əraziləri
tutur, şimal-qərb ərazilərini tutur. Əhalinin güclü müqaviməti və əsgərlərin yorulması səbəbindən geri qayıdır. Bunun geri qayıdandan sonra hansı hadisələr baş verir? Biz bunu Atropatena mövzusunda öyrənirik. Daha sonra 323-cü ildə İskəndər ölür, imperiyası parçalanır və Makedoniya, Misir, Selevki yaranır bunun imperiyasının parçalanması nəticəsində. 2-ci əsrin ortalarında da İranımızdan və 2-ci əsrin ortalarında da Roma bunu Makedoniyanı işğal edir. Burada respublikanı niyə vurğulamışam? Çünki Romanın respublika dövrünə düşür. Ona görə diqqətli olun. İskəndəriyyə şəhərini saldırmışdı İskəndər. Misir padşahlığının paytaxtına çevrilmişdi. Həmin bu İskəndəriyyə şəhərində hansı alimlərin adını çəkirik yaşayıblar? Evklidlə Arximedin adlarını çəkirik. Və şəhərin qarşısında da İskəndəriyyə mayakı tikilmişdi ki, bu da dünyanın 7 möcüzəsindən biri hesab olunurdu. Belə, Makedoniyada bu qədər. Gələk Romaya. Deməli, Roma yerləşir, bayaq da qeyd etdiyimiz kimi Apenin yarımadasında yerləşir. Padşahlıq dövrü eramızdan və 753, eramızdan və 509-cu illəri əhatə edir. Roma şəhərinin qoyulması da 753-cü ildə hesab edilir. Deməli, Romada padşahlıq dövrünün başlaması, Roma şəhərinin, Roma dövlətinin əsasının qoyulması və Romada il hesabı 753-cü ildən götürülür. Padşahlıq dövründə idarə edicilər kimlər idi? Padşahla senat, ağsaqqallar şurası, hökmdarla deməli senatı görürük və diqqətli olaq. Padşahı sadəcə biz 753-509 aralığında götürə bilərik. Başqa dövrdə biz padşahın adını çəkə bilmərik. Amma senatı biz respublika dövründə də görəcəyik. Vəzifəyə seçilə bilənlər patrislər idilər, orada xidmət edənlər plebeylər idilər və baxın burada da qeyd etmişəm, patrislərlə plebeylər padşahlıq dövründə mövcud olublar. Amma deməli padşahlıq dövründə onlar arasında mübarizə olmamışdı. Sırf onlar arasında mübarizə deyəndə biz onu 509-dan götürəcəyik. Çünki niyə görə? Artıq respublika dövrü başlayır. Get-gedə inkişaf edirlər. Yəni onlar da öz hüquqlarını tələb edirlər. Amma hələ bu təzə yaranan vaxt hələ onlar öz hüquqlarından xəbərdar deyildilər. Elə nə deyirdilərsə onu da eləyirdilər. Sonra gəldi respublika dövrünə. Respublika dövrü eramızdan əvvəl 509-dan eramızdan əvvəl 27-ci ilə qədər olan dövrə əhatə eləyir. Burada plebeylərlə patrislər arasında mübarizə başlayır. Qeyd etdiyimiz kimi eramızdan əvvəl 509-dan eramızdan əvvəl 3-cü əsrə qədər olan dövrü əhatə eləyir və həmin bu dövrün gedişində, həmin mübarizənin gedişində hansı hüquqlar qazanırlar? 3 dənə uğur adı çəkirik. Eramızdan əvvəl 5-ci əsrin əvvəllərində xalq tribunu seçməyə hüququnu qazanırlar. Eramızdan əvvəl 3-cü əsrin əvvəllərində qanun qarşısında bərabər olurlar. Eramızdan əvvəl 3-cü əsrin ortalarında da tam hüquqlu vətəndaş və istənilən vəzifəyə seçilmə hüququ əldə edirlər. Və Romada Yunanıstandan fərqli olaraq qeyd etdiyim kimi vəzifəyə görə əmək haqqı verilmək. Bunu da bayaqları qeyd etmişdim. Baxaq daha sonra müharibə və sülh məsələləri, daxili və xarici siyasət senatın ağsaqqallar şurasının əlində idi. Xalq tribunu və 2 konsul seçmək, səs vermək xalq yığıncağında idi. 1 il müddətinə seçilirdilər konsullar və patrislər arasında seçilir. Diqqətli olun, bəzən testdə çaşdırıb plebeylər verə bilirlər. Və həmçinin də verirlər ki, ömürlük seçilirdilər konsullar. Xeyr, yanlışdır. Ömürlük seçilən sadəcə padşah idi. Konsul ömürlük seçilmirdi. Konsul 1 il müddətinə seçilirdi. Plebeyləri müdafiə edirdi. Senatın və konsulun plebeylər qərarlarına veto qoya bilirdi tribun və öldürülməsi də ağır cinayət hesab olunurdu tribunun. Veto nə deməkdir? Yəni qadağa. Deyir ki, onlar tribunlar, yəni bir növ plebeylərin müdafiəçiləri idi. Senat konsul plebeyə aid hər hansı bir qərar verirsə, bu plebeylərin belə deyək də narazılığına səbəb olursa, tribunun narazılığına səbəb olursa, həmin qərarı yəni imtina edə bilərdi həmin qərardan. Bu deməkdir. Daha sonra Romada 12 lövhə qanunlarını görürük. Qanunlar məcəlləsi idi. Eramızdan və 5-ci əsrin ortalarına aid olunur bu. Roma ordusu kəndlilərdən təşkil olunurdu. Legion adlanırdı. Legion da ağır silahlı piyadalar idi. Daha sonra İtaliyanın işğalını başa çatdırırlar. Nə vaxt? Eramızdan 3-cü əsrin əvvəllərində. Sonra biz Pun müharibələrini görürük. Pun müharibələri eramızdan 264-cü ildən eramızdan 146-cı ilə qədər baş verir. Roma ilə Karfagen arasında olur. Romalılar Karfagenləri Pun, yəni Finikiyalı adlandırdıqları üçün bu müharibə belə adlanır. Səbəb nə idi? Siciliya adası və ağalıq eləmək uğrunda mübarizə idi. Nəticədə Roma Siciliya, Sardiniya, Korsika adalarını işğal edir. Karfagen şəhəri dağıdılır və Romanın əyalətinə çevrilir. Baxın, burada da diqqətli olun. Bəzən testdə verir ki, Karfagen Romadan asılı oldu müharibənin nəticəsində. Xeyr, yanlışdır. Karfagen tamamilə yer üzündən şəhər dağıdılır və Romanın əyaləti olur. Ona görə o testdə o cümlələrə də diqqət edin. Eramızdan və 146-cı ildə deməli 2-ci əsrin ortalarında Yunanistan, Makedoniya Roma tərəfindən işğal olunur və bununla da Roma Aralıq dənizində qüdrətli dövlətə çevrilir. Daha sonra Romada qladiator döyüşlərinə vaxtdan keçirilir. Eramızdan əvvəl 3-cü əsrdən keçirilir. Sonra biz burada Tiberqraq, Qayqraq islahatlarını görürük. Tiberqraq gördükdə eramızdan əvvəl 133-cü ilə aid edirik. Qayqraq gördükdə eramızdan əvvəl 123-cü ilə aid edirik. Deməli 133-cü ilə keçirilən islahatda Tiberin nə demişdi? 250 hektar limit müəyyən eləmişdi. Yəni varlılar ancaq 250 hektar torpağa sahib ola bilərdilər. Ondan artıq olmazdı. Əgər ondan artıq olardısa, bu torpaqlar kəsiləcəkdi, veriləcəkdi yoxsullara. Və bu yoxsullara verilən torpaqların da satılması qadağan olunurdu. Bunu senator bunlardan narazı oldu, amma senat yəni narazı oldu.
Xalq yığıncağı isə bu qərarı qəbul elədi. Lakin nə oldu? Təbii ki, senatorlar razı deyildilər, ona bir yolunu tapıb onu öldürəcəkdilər və böhtan atdılar. Nə dedilər? Dedilər ki, sən padşah olmaq istəyirsən. Yəni onu padşah olmaqda günahlandırdılar və öldürdülər. Daha sonra qayqıraq gəldi. Qayqıraqda nə etdi? Torpaq paylanmasını davam etdirdi və əlavə olaraq qayqıraq üçün nə deyirik? Yoxsullara dövlət anbarlarına ucuz qiymətə taxıl payladı. Bunu da deməli qayqıraq üçün yadımızda saxlayırıq. Təbii ki, senat nə edəcək? Onu da öldürəcək və o da öldü. Bununla da qayqıraqda getdi və artıq bunlar nə etdilər? Yenidən torpaqların satılmasına başlanıldı, yenidən varlılar torpaqları, belə deyirik, yenidən özbaşınalıq davam elədi əvvəlki qaydasında. Daha sonra biz görürük Spartak üsyanı. Spartak üsyanı qulların üsyanı idi. Eramızdan əvvəl 74, eramızdan əvvəl 71-ci illərdə baş vermişdi. Üsyanı Krasdan Pompeyə yatırmışdı. Və bundan sonra Kras, Pompey, Yuli Sezar arasında eramızdan əvvəl 49-cu ildə vətəndaş müharibəsi başlayır və bu vətəndaş müharibəsində Sezar qalib gəlir. Sezarı Qaliyanın cənubuna canişin təyin etmişlər. Sonra bütün Qaliyana tabe edir. Yəni Qaliyaya canişin təyin olunan kim idi? Sezar idi və ümumilikdə vətəndaş müharibəsi eramızdan əvvəl 49, eramızdan əvvəl 30-cu illərə əhatə eləyir. Amma biz bura təkcə Kras, Pompey, Yuli Sezar arasında olan müharibəni demirik. Həmçinin biz burada daha sonra Sezarın ölümündən sonra Antoni ilə Oktavian arasında olan müharibəni də görəcəyik ki, o 30-cu ildə bitəcək. Ona görə ümumilikdə vətəndaş müharibəsi dedikdə 49-30 aralığını götürürük. Sonra deməli 49-cu ildə Sezar diktator olur. Respublikaya son qoymur, monarxiya yaradır. Baxın, diqqətli olun. Respublikaya son qoyan Sezar deyil. Respublikaya son qoyan Oktavian olacaq. Oktavian qoyur. Çünki respublikaya son qoymuş olsaydı biz respublikanın son tarixini 49 götürərdik. Amma 27 götürürük. Niyə görə? Çünki 27-ci ildə son qoyur. Monarxiyanı yaradır, amma respublikaya son qoya bilmir. Diktator olur, monarxiya yaratmasında Oktavianla biz oxşar cəhət kimi götürə bilərik, amma respublikaya son qoymağa Oktavianla oxşar cəhət kimi götürə bilmirik. Çünki son qoyan da, yaradan da bir nəfər olur. Yaradan indi monarxiyanı bərqərar edə bilər, bərpa edə bilər. Amma bir şeyə son qoyursansa, yəni o bir dəfə ola bilər də. 2 nəfər, 3 nəfər ona son qoya bilməz ki. Ona görə bunda belə yadımızda saxlayırıq. Sonra 44-cü ildə Sezar respublika tərəfdarları tərəfindən sui-qəsdlə öldürülür. Qəsdin başında təbii ki, öz dostu Brut dururdu. Bu da artıq məşhur Brut, bilirik, bunu artıq eşitmişik. Bundan sonra Antoni Oktavian respublikaçıları məğlub eləyir və Romanın idarəçiliyi aralarında bölüşdürürlər. Qərbi Oktaviana verilir, şərqi Antoniya verilir və bunlar arasında da sonra vətəndaş müharibəsi baş verir. Eramızdan əvvəl 31-ci ildə Aksiburnu yaxınlığında döyüş baş verir. Dəniz döyüşü idi bu. Burada Oktavian qalib gəlir. Eramızdan əvvəl 30-cu ildə Oktavian neyinir? İskəndəriyanı tutur, Misir Roma əyalətinə çevirir. Yəni Misir artıq İskəndəriyyə Misirin paytaxtı idi və İskəndəriyyə də Antoninin əlində idi. Yəni Şərq Antoniya verilmişdisə, Antoni idi. Bu da neyinir? Gedir İskəndəriyyəyə tutur və bununla da şərqi də keçir artıq Oktavianın tərkibinə. Sonra da deməli 27-ci ildə bərqərar edilir imperiyanı. Eramızın 395-ci ilinə qədər imperiya mövcud olur. Oktavian öz hakimiyyətliləri 27-14-cü illərə əhatə edir. Eramızın 14-cü ilinə qədər hakimiyyətdə olur. İç Roma imperatoru olub. Sonra burada əsas adını çəkdiyimiz hökmdarlardan biri Mark Trayandır. Mark imperatorlardan daha doğrusu biri Mark Trayandır. Mark Trayan 98-117-ci illərdə hakimiyyətdə olur. Dunay çayı sahillərində qələbələr qazanır. 115-117-ci illərdə Mesopotamiya, Kiçik Asiya, Kilikiya, Ərəbistan yarımadasını əraziləri elə keçirir. Parfiyanın paytaxtı Ktesifonu işğal eləyir. Lakin Parfiyanın fəthini başa çatdıra bilmir. Bu məqamda diqqətli olun. Bəzən testlərə çatdırıb verirlər ki, güya ki, Mark Trayan Parfiyanı işğal edib, amma yanlışdır. Parfiyanı işğal edən, Parfiyanın varlığına son qoyan Ərdəşir Babəkan olur, Sasani hökmdarı. Daha sonra, daha doğrusu hökmdar deməyək, Sasanilərdən. Çünki süqut elətdirir, 2 il sonra hökmdar olur. Yəni hələ son qoyarkən hökmdar deyildi. Nəysə, onda Sasanilər mövzusunda izahını verəcəm. Daha sonra burada görürük Adrianı 118-138-ci illərdə hakimiyyətdə olur. Qulların öldürülməsini qadağan eləmişdi. Yəni qadağan eləyən bu idi. Adrianın biz adını başqa albanlarla əlaqələrdə çəkirik. Yəni Adrianla bağlı 2 hadisəni bilirik. Bir qulların öldürülməsi, bir də albanlarla əlaqələr, qiymətli hədiyyələr göndərməsini bilirik. Sonra Konstantinin adını çəkirik. 336-337-ci illərdə hakimiyyətdə olur. 313-cü ildə xristianlığı rəsmi din elan edir. 330-cu ildə də paytaxtı Vizantiyaya köçürür. 395-ci ildə Roma imperiyası parçalanır. Qərbi Roma və Şərqi Roma Bizans yaranır. 5-ci əsrin ortalarında Hunlar Qərbi Romaya hücum eləyirlər və bu barədə də ətraflı Avropa Hun mövzusunda görəcəyik biz. 455-ci ildə Vandallar yürüş Romanı qarət eləyirlər. 476-cı ildə də Vandallar Germanların elə bir tayfası idi də, bir qolu idi. Vandal tayfasının başçısı gəlir neyinir? Qərbi Roma imperiyasını süqut elətdirir və bununla da biz Qərbi Roma imperiyasının süqutunu görürük, amma Şərqi Roma imperiyasının süqutunu isə 1453-cü ildə görəcəyik. Yəni onun davamı kimi Bizansı biz ayrıca bir mövzuda oxuyacağıq. Bununla da Qərbi Avropada quldarlıq quruluşu dağılır, qədim dövrü başa çatır və orta əsr başlayır. Deməli,
Qədim dövrün başa çatması, orta əsrin başlaması, quldarlıq quruluşunun dağılması Qərbi Avropada 476-cı ildən götürəcəyik. Mədəniyyətdə əsas nələrə diqqət edirik? Əbədi qızıl şəhər Roma adlanırdı, Forum var idi, mərkəzi meydan adlanırdı. Poeziyanın qızıl dövrü eramızdan əvvəl 1-ci əsr, bizim eranın 1-ci əsrin əvvəllərini əhatə edir. Romada təqvim nə vaxtdan başlayır? 753-cü ildən başlayır. Əlifbası, yazısı necə idi? Latın yazısı, Latın əlifbası idi. Dini çoxtanlılığı idi, təktanlılığı idi. Yəni çoxtanlıq da var idi, təktanlıq da var idi. Təktanlığı nümunə kimi xristianlığı gətirir ki, hansı ki Konstantin 313-cü ildə xristianlığı rəsmi din elan eləmişdi. İxtira nə idi? Betonu ixtira eləyənlər Romalılardı. Qladiator döyüşləri keçirilirdi. Kolizey amfiteatrında, sonra Panteon məbədi var idi ki, bütün tanrıların, bütün allahların məbədi hesab olunurdu. Zəfər tağı triumf var idi ki, imperator qələbələrini şöhrətləndirmək üçün tikilirdi. Sirk meydanı var idi, burada at yarışları keçirilirdi. Trayan sütunda imperator Trayanın şərəfinə 40 metr hündürlüyündə tikilirdi. Və Romada vergi ödəyə bilməyənlər də qul eləyirdilər və qullar da nə adlandırırlar? Danışan alətlər adlandırırlar. Ümumiyyətlə qulların adlandırılması biz Misirdə canlı ölülər, Hindistanda yad düşmən, Spartada hilot, Yunanıstanda insan ayaqlılar, burada da danışan alətlər. Qullara verilən adları sadəcə bu dövlətlərdə oxuyuruq. Bu qədər. Növbəti izahlarda görüşənədək sağ olun.